Həmçinin qardaşlar, sabit qədəm olmağın səbəblərindən Allahın dininə yardım etməmiz. Sən Allahın dininə yardım etməyə çalışdıqdır. Nə qədər ki çalışırsan, o qədər sənin özün dində sabit qalırsan. Allahın dininə yardım etmək həm insanın əli ilə olur, həm dili ilə olur, həm qəlbi ilə olur, həm də pulu ilə olur. Hər şeylə Allahın dininə yardım edə bilərsən. Sən çalış, Allah pulun var, çalış Allahın dinində pulunla yardım elə. Kasıb müsəlmanın əlini tutkinə, məscid dikdir. Nə bilim, darda olan müsəlmana yardım etkinə. Əgər pulun yoxdursa, çalış bir insanı dinə dəvət elə. Allahın dinini ona başa salginə, əlindən tut, günahdan çıxartginə. Allahın dinində yardımdır. Ona görə əziz qardaşlarım, hər kəs bacardığı qədər Allahın dininə yardım etməyə çalışmalıdır. Allah Azze ve Celle Kur'an-ı Kerim'de ona göre bizlere qayda olarak bildirir ki İn tansurullaha yansurkum ve yusabbit akdamakum. Eğer siz Allah'ın dinine yardım etseniz Allah da size yardım edecek ve ayaklarınızı İslam'da, hakta, dinde sabit tutacak. Ona göre çalışmak lazımdır kardeşler. Eğer dinde sabit kalmak isteyirikse Allah'ın dinine bacardığımız kadar yardım eder. وَلَا يَنْصُرَنَّ اللّٰهُ مَنْ يَنْصُرُهُ وَاِنَّ اللّٰهَ لَقَوِيٌّ عَزِيزٌ. Hakikaten Allah onun dinine yardım edenlere yardım eder. Allah güclü ve izzetlidir. İhlasla.com saytı tərəfindən təqdim olundu.